Bismillahirrahmanirrahim. Esselamu aleyküm ve rahmetullah. Allah ibadət itaatlərinizi qəbul etsin. Yenə də əziz və dəyərli Seyyidimiz bizimlə birgədir. Seyyid, salam aleyküm. Selamun aleyküm ve rahmetullah. Necəsiz? Ötən bayramlarımız da mübarək olsun. Çalışmayız olsun. Allah'ım inşallah. Seyyid, biz Tevhiddən, Ayət-əl Kürsüdən tanışırdıq. Və bir çox məsələlərə burada toxunduq əslində. Allah'ın adları ilə bağlı mühüm nöqtələrə toxunduq. Burada وَلَا يُحِطُونَ بِشَيْءٍ مِنْ عِلْمِهِ إِلَّا بِمَا شَاءَ. İnsanlar onun elmindən heç nəyi əhatə edə bilməzlər. O hissəni ki, orada Allah özü icazə verib, istisna edir ki, o yəni öyrətdiyim qədər, icazə verdiyim qədər mənim elmimə, mənim verdiyim o təlimə bunların əhatəsi ola bilər, yəni mənimsəyə bilərlər. Burada Allahın elmi məsələsi ən böyük mövzulardan biri də elə budur. Allahın zati sifətlərindən biri də məhz elm sifətidir. Onun elmi onun zatını təşkil eləyir. Necə ki, qüdrət onun zatını təşkil eləyir. Və digər hətta onun feili sifətləri əslində onun bir çox feili sifətləri onun bu elmini izah eləyir. Məsələn, o eşidəndir, o görəndir deyəndə əslində, yəni o elmi belədir ki, bizim üçün misal durur da əslində. Yəni siz bir şey görəndə, bir şey eşidəndə onun barəsində necə təsəvvür yaranır, necə sizin üçün canlanır o şey? Allah bizə əslində misal vurur. Əslində Allahın elmi daha dəqiqdir. Görməkdən də, eşitməkdən də daha dəqiqdir deyə və həddi hüdudu yoxdur deyə. Çünki görməyin bir həddi var, eşitməyin bir həddi var. Amma Allah hər yeri görür, hər yerdə eşidir. Daha əhatəlidir onun eşitmək və görməyi. Ona görə onun elminin izahıdır. Bizə baş salmaq üçün Allah misal vurub ki, yəni o görəndir. Çünki görməyi biz daha aydın anlayırıq. O eşidəndir. Çünki eşitmə deyəndə bizim üçün bu tanış sözdür də. Ayətullah Cavad Amili burada bir misal vurur. Deyir ki, əslində o ki deyilir Allah hər yerdə eşidir, hər yerdə görür. Allahın elminin bir həddi hüdudu yoxdur. Bunu deyir, siz təsəvvür, insan bir şey təsəvvür eləyəndə necə hədsiz, hüdudsuz, zamansız gedir o şeyi təsəvvür edə bilir. Məsələn, mən burada oturmuşam, ani şəkildə Kəbəni mən təsəvvür edirəm. Orada təvafuq var. Yəni bir zaman məhdudiyyəti yoxdur burada, məkan məhdudiyyəti yoxdur təsəvvür üçün. Toqquşma yoxdur. Heç bir məhdudiyyət yoxdur. Ona görə Allahın elmi dedikdə biz dünyada onu anlamaq üçün və ona bir misal çəkmək üçün təsəvvürü, yəni zehni təsəvvürü ona misal götürə bilərik. Sizə elə inşallah buradan başlayaq və təbii ki, sizin də əlavələriniz olacaq bir neçə mövzuda. Mən inşallah onu dinləyərik sonra bu mövzuda. Ya elə bu mövzuda əlavən varsa, bəli, bismillah. Bismillahirrahmanirrahim. Hər şeydən əvvəl onu qeyd edeyim ki, tövhid mövzusu iddia olunduğu qədər sadə mövzu deyil ki, hər tələbə, hər elm oxuyan adam girişsin bu mövzuya. Ona görə bizim bu mövzuda çətinlik çəkməyimiz ona görə deyil ki, deyək ki, əslində çox sadədir, biz çətinlik çəkirik. Tövhid mövzusu İslamın özəyidir, nüvəsidir. Yəni, tövhid mövzusu qeybul quyubdan danışır. Allah Cəllə Cəlaluhdan söz açır. Bu, hər hansı bir məxluqdan danışmaq deyil. Deyək ki, bütün elmlər məxluqlara aid. Elm məxluqatı tanımaq deməkdir. Riyaziyyat yaranmış miqdarları bilmək deməkdir. Fizika yaranmışların fiziki xüsusiyyətlərini bilmək deməkdir. Fiqh yaranmış qayda-qanunları bilmək deməkdir. Təfsir yaranmış Quran-Kərimin izahını müəyyən anlamda
əks eləməkdir. Amma tövhid yaradandan danışmaqdır. Ona görə burada ölçülər fərqlidir, miqyaslar fərqlidir. İnsanın təxəyyülünün ora yolu yoxdur, təsəvvürünün ora yolu yoxdur. Yalnız əqli məfhumlar, ağılın anlaya biləcəyi idraşlardan söhbət gedir. Ağla da Allah Teala bu qüdrəti verib ki, insan müşahidə edə bilmədiklərini təhlil eləsin. O nöqteyi nəzərdən bu Allahın lütfüdür ki, biz Allah Teala'nın adları və sifətləri barəsində əqli bəhs edə bilirik. Yoxsa ona da gücümüz çatmazdı. Və eyni zamanda biz təbii ki, iddiamız yoxdur ki, bizə tövhid barəsində hər şey dedik. Nəinki biz, yəni çox nəhəng alimlər, yəni elə alimlər ki, biz onların deyək atlandırmağı olmarıq. Onlar hətta bir çox tövhid məsələlərində deyiblər, axırda deyiblər, düzünü Allah bilir. Məsələn, bu şəkildə. Allahın elminə vaqif olmaq, Allah özü buyurur, özü icazə verdiyi qədərdir. Allah kimə nə qədər icazə veribsə, həmin şəxs bir o qədər ilahi elmə vaqif olacaq. Və bu icazə də hikmətsiz deyil. İnsanların tutumu qədərdir. Kimin tutumu nə qədərdirsə, o qədər. Bundan öncə bir məsələni istərdim qeyd edeyim. O da bundan ibarətdir ki, biz Allah Teala'nı hansı müstəvidə nə qədər tanıya bilərik? Allah Teala'nın zatını ki, tanımaq mümkün deyil. Nə bizlər üçün, nə bizdən böyüklər, nə peyğəmbərlər, nə imamlar üçün, nə mələklər üçün. Allah Teala'nın zatı qadağan zonasıdır. Orada manevr eləmək mümkün deyil. Yəni ona görə yox ki, yəni bu mümkündür, sadəcə Allah icazə verir. Sadəcə, yəni bu real deyil. Real deyil, bəli. Yəni ki, Allah Teala'nın zatı ilə eyni olan sifətləri barəsində də nəsə anlamaq mümkün deyil. Çünki onun zatı ilə eynidirlər. Belə deyil ki, Allah vardır, bir şeydir, Allah alimdir, başqa şey, Allah qüdrətlidir, başqa şey. Bunlar hamısı eyni şeydir. Biz sadəcə Allah Teala'nın zatında yox, Allah Teala'nın zatı ilə eyni olan sifətlərində yox, o sifətlərin adları barəsində danışa bilərik. Öz tutumumuzda, öz miqdarımızda. Qeyd eləyirəm, bu irfani fəlsəfi bəhs deyil. Ola bilər bizə qulaq asanlardan bəziləri filosof olsun, bəziləri irfani nəzər ilə məşğul olsun. Və onlar desinlər ki, necə ola bilər, siz necə məsələn danışa bilərsiniz Allahın adları barəsində. Biz irfani bəhs eləmirik ki, biz kütləvi, yəni bizim Azərbaycan dilində danışa bilən, başa düşə bilənlər üçün ümumi bir bəhs açmışıq burada. Allah Teala'nın bir çox belə deyək məqamları var ki, Allah icazə verməsə ora daxil olmaq mümkün deyil. Elə yerlər var ki, Allah icazə verməz isə ora daxil olmağa. Çünki daxil ola bilən yoxdur. Bayaq dediyimiz kimi Allahın zatı, zatının sifətləri. Bəzi yerlər var ki, Allah izin verdiyi qədər. O cümlədən Allahın elmidir, Allahın şəfaət məqamıdır, Allahın deyək ki, yaratmaq qabiliyyətidir ki, məsələn, İsa Aleyhisselama izin vermişdi ki, yaratsın, ya ölünü diriltmək, İsa Aleyhisselama izin vermişdi, ölünü diriltsin, ya anadan gəlmə kora şəfa vermək, İsa Aleyhisselama izin vermişdi, anadan gəlmə kora şəfa versin, ya qeybi bilmək, İsa Aleyhisselama izin vermişdi ki, insanların evdə nə yediyini onlara xəbər versin, qeybdən məlumat versin. Bu Allahın izni çərçivəsindədir. İzində dediyim kimi qarşı tərəfin tutumuna bağlıdır. Yəni, belə bir iddia eləmək olarmı ki, Allah Teala, məsələn, İsa əleyhissalama onun tutumuna görə icazə vermişdi xaliqiyyəti məhdud çərçivədə. Amma İsa əleyhissalamdan sonra kimin o qədər tutumu olur olsun, Allah icazə verməyəcək. Bu hikmətsiz olur. Allah Teala hikmətsiz, meyarsız iş görmür.
Allah həkimi mütləqdir. Hətta İmam Zeynül Abidin əleyhissalamın bir duası var, Allaha müraciəti var. Biz bilirik ki, indi bu müraciəti deməzdən öncə də qeyd edim, biz bilirik ki, Allah Taala dua ilə əlaqədar Qurani Kərimdə də, öz övliyalarının, peyğəmbərlərin, imamların dilində də çox geniş imkanlar yaradır bizim üçün. Şərt qoymur ümumiyyətlə. Bəqərə surəsində deyir ki, bəs İzə səələkə ibadi anni fə inni qaribun ucibu dəvətəd da'i izə dəani. Mən yaxınam, dua edənin duasını qəbul edirəm, şərt qoymur. Qafir surəsində buyurur ki, və qalə rabbukum ud'uni əstəcib ləkum. Rəbbiniz əmr etdi ki, dua edin, qəbul edəcəm. Yəni, və s. və ilaxır. Dua üçün çox geniş imkanlar yaradır, özü dəvət edir, kim dua eləməsə onu cəhənnəmlə təhdid edir və s. və ilaxır. Sonra özü buyurur ki, vəbtəğu ilə hilvəsilə vasitələrdən istifadə edin yanı mənbədə, şəfaət izni verir və s. və ilaxır. Adamda belə bir yanlış təsəvvür yaranır ki, onda mən nə istəsəm olar. Madam Allah deyir ki, dua elə verəcəm, hər nə istəsəm Allah verir. Niyə? Çünki şərt qoymayıb ki. Amma İmam Zeynəl Abidin əleyhissalam bir münacatında bizə başa salır ki, ağıllı olun. Allah sizin ağlınıza müraciət eləyir. Əfəla təqilun buyurur. Buyurur ki, ya mən la tuğayyiru hikmətəhul vəsail. Ey o Allah ki, vasitələr onun hikmətini dəyişməz. Yəni sən öz əməlini vasitə kimi apar Allahın yanına dua elə. İmam Peyğəmbəri vasitə kimi apar Allahın yanına dua elə. Allah yolunda cihadı vasitə kimi apar Allahın yanına dua elə. Fərqi yoxdur. Hansı vasitəni aparırsan apar, Allah sənə hikməti çərçivəsində verəcək. Bəli. Niyə belə eləyir? Niyə bu dar çərçivəyə salır? Əvvəla dar çərçivə deyil. Allahın hikməti çox genişdir. İkincisi, Allahın hikmətinin mahiyyətini başa düşən bilər ki, Allah düz edir. Bəli. Necə? Belə. Allahın hikməti tələb edir ki, insan tərbiyə olunsun. Kamilliyə doğru irəliləsin. Mükəmməl insanlığa doğru. Yaxşı qul olsun, yaxşı bəndə olsun. Allahı təmsil edəcək qədər geniş imkanlara malik olsun. Vəliyyullah olsun. Xəlifətullah olsun. Bu istiqamətdə, yəni Allahı təmsil etmək istiqamətində bəndə Allahdan nə istəsə bir gün tez, bir gün gec Allah onu verəcək. Bunda şübhə ola bilməz. Amma indi bəndə elə bir şey istəyir ki, onu tərbiyələndirməyəcək, tərbiyəsiz edəcək. Allah onu verər ya yox. Burada Allahın hikməti tələb edir ki, bəndəni bədbəxt eləməsin. Ona görə kimsə gözləməsin ki, mən Allahdan hər ağılsız şey istəsəm Allah verəcək. Bizim bir çox dualarımız, burada bir əxlaqı mövzu da keçdi. Bizim bir çox dualarımız əslində Allah Taala'dan bunu xahiş etməkdir ki, ilahi, mənim nəfsimə uy. Mənim nəfsimə uy. Mənim ağlımla hərəkət elə. Mən nə deyirəm, onu elə. Sən düz idarə eləmirsən, mən düz başa düşürəm. Mən olsaydım özümü belə idarə, mənə filan şey ver. Yaxşı, Allah deyir ki, verdim sənə filan şeyi. Nə edəcəksən? İbadətin mi çoxalacaq? Kübarlığın mı artacaq? Daha mı alicənab olacaqsan? Daha mı mərd olacaqsan? Xeyr, daha çox dünyaya bağlanacaq. Allah Teala Quran-Kərimdə buyurur ki, dünyanı axirətdən çox istəyənləri mən cəzalandıracam. İndi Allah necə sənin dünyanı elə çoxaltsın ki, sən onu axirətdən çox istəyəsən? Hikmətlə toqquşur. İnsanı tərbiyə eləmə hikməti ilə toqquşur. Ona görə Allah Teala bir çox dualarımızı saxlayır sonraya. Eyni ilə biz burada bənziyirik. Soyuq dəyməyə meyilli olan, boğazı, anginası, boğazındakı dilçəyi tez şişən, o ət tez şişən uşağın dondurma istəməsinə. İsrar edir atasından ki, mənə dondurma ver. Anasına yalvarır ki, mənə dondurma al. Ana da almır.
uşaq qışqırır, fəryad qoparır, sən nə pis anasan, nə pis atasan, belə valideyn olmaz olsun, bir dondurmanı mənə qıymırsan, pulun da var, burada da dondurma satırlar, axı niyə almırsan? Valideyn ürəyinə daş basır, dondurma almır. Niyə? Çünki bilir ki, uşaq başa düşmür. O dondurmanın şirinliyinə aldanır. Bilmir ki, boğazı şişəndən sonra nəinki soyuğunu, heç istisini də yeyə bilməyəcək. Eyni ilə biz bənzəyirik həmin uşağa. İlahi, mən filan istəyimi ver. Diqqətimiz də fokuslanıb istəyimizdən gələn şirinliyə. O olsa mən nə şirinlik qazanaram, o olsa mən necə kef edərəm, o olsa mənim həyatım necə gözəlləşər. Amma Allah Teala sonraki məqamı görür ki, bunun axırı nə olacaq? Bu bədbəxt olacaq, bunu buna versəm, ya xoşbəxt olacaq. Əgər kimsə iddia etsə, məni bir şey xoşbəxt edər, amma Allah onu mənə vermir. Mümkün deyil. Bu Allaha böhtandır. Bəli. Mümkün deyil. Bəli. Amma Allah Teala bizim xoşbəxtliyimizin bəzən enişli, yoxuşlu yollarla keçdiyini görür. Deyir ki, bu çox tənbəlləşib. Buna görə biraz gərginliyə salam, məngənəyə salam ki, biraz yetişsin, bəlkə boşa düşsün. Sabah bunun qarşısında can vermək var, bərzəx var, qiyamət var, sirat var. Bu belə tənbəl olsa, belə dəymə düşər olsa, nə olacaq bunun axırı? Bu gərək yetişsin, bu gərək övliyaların heç olmasa tozuna çatsın. Ona görə Allah Taala'nın hikməti onun elminə də hakimdir. Onun dua mucib olmasına da hakimdir, duanı qəbul etməsinə də hakimdir, mərhəmətinə də hakimdir. Yəni hikmət adı, həkim adı Allah Taala'nın bütün digər adlarına hakim. Onun çərçivəsində bu adlar öz işlərini görürlər. Hətta o da müzakirə olunur ki, əqaid kitablarında hikmət onun zatı adlarıdır, yoxsa adıdır, yoxsa feili. Bəziləri onun zatı hesab edirlər, bəziləri feili. Amma əsas məsələ odur ki, sizin dediyiniz kimi, həm yəni o feili sifətlərin ki, o zati sifətlərdən doğulur əslində onlar. Bunların hamısına hikmət hakimdir. Allah Təbarək və Teala işlərin hamısını hikməti. Qur'an-ı həkimdir, ayələri möhkəmdir, Peyğəmbəri həkimdir. Yəni, təpədən dırnağa hikmət. Ümumiyyətlə, Allahın tələbi budur ki, o alimlərdən biri gözəl deyirdi. Deyirdi, bir insan bu dünyada iş görəndə ən azı 4 xasiyyəti olmalıdır o işin. İstənilən iş olsun, istənilən iş. İstənilən hərəkətin 4 xasiyyəti olmalıdır. 1, ya vacib olsun. 2, ya müstəhəb olsun. 3, ya o fərdin problemlərini həll etsin, 4, ya da cəmiyyətin problemlərini həll etsin. Bu 4-dən olmasa o hikmətə ziddir. Hətta alim deyir ki, biri mənə sual verdi ki, İmam Mehdi əleyhissalamın ailəsi var. Dedim ki, qardaş, mənim bu sualın cavabını bilməyim mənə vacibdir, sənə vacibdir. Dedi, yox, vacib deyil. Dedim, müstəhəbdir mənə sənə ki, bilək İmam Zaman əleyhissalamın xanımı var, yoxdur, kimdir, neçə yaş var? Dedim ki, yox, müstəhəb deyil. Dedim ki, əgər onu bilsən, sən fərdi problemin həll olacaq. Yəni, xanımınla nəsə örnək göstərir, nə olacaqsın? Dedim, yox, belə problem. Dedim, cəmiyyətin hansısa problemini həll edir, yox. Dedim, bu sualı mənə niyə verirsən? Bir sualın ki, cavabında bu 4 amildən heç biri olmayacaq, heç bir xeyri olmayacaq. Yəni, insan hər nə etsə hikmət əsasında elədir. Elədir, çünki Allah da həkim bunu gözləyir. Seyid, burada əsas mövzularda, yəni Ayətül Kürsüdə əsas mövzulardan biri də şəfaət mövzusudur. Bəli. Buyurur ki, Bismillahirrahmanirrahim, Mən zəlləzi yəşfə'u indəhu illə biiznih. Bəli. Kimdir ki, onun yanında onun izni olmadan şəfaət etsin. Bəli. Yalnız onun izni olduqda
şəfaat edə bilər. Bunun da Ayət-el Kürsünün tərkib hissəsinə daxil edilməsinin əsas səbəblərindən biri budur ki, axı bütpərəstlər özləri də bunun üstündə köklənmişdilər ki, bütləri şəfaatçı bilirdilər öz bütlərini və iddia edirdilər ki, biz onlara ibadət edirik ki, onlar bizi Allaha yaxınlaşdırsın və Allahın yanında bizim üçün şəfaat etsin. Və ümumiyyətlə şəfaat mövzusu onlarda çox belə geniş yayılmış bir əqidə idi. Allah Təbarək və Təala buyurur ki, yəni şəfaat əvvəla Allahın haqqıdır. İkincisi, Allah onu istədiyinə verir. Yəni sizin iddia etdiyiniz kimi elə o qondarma o ilahlar ki, onların heç bir səlahiyyəti yoxdur. Onlar səlahiyyət heç bir funksiyası yox. Heç bir funksiyası yoxdur. Onlar yəni məsələn onu sobada da yandıra bilərdilər, adını qoyublar Tanrı, orada da yandıra bilmirlər. Bəli. Və bu şəfaat mövzusu özü də geniş mövzudur. Həm əqidə baxımından geniş mövzudur, həm də həyatda bizə ümid verən, bizim əlimizdən tutan, bizə stimul verən bir mövzudur. Ona görə Quran-ı Kərimin bir çox ayələrində şəfaat mövzusu qeyd olunur. Burada buyurur ki, kimdir ki onun yanında şəfaat etsin? Kim eləyə bilər? İlla bi izni. Əgər bu istisnanı qoymasaydı, yəni izni olsa eləyər. İzni olmasa eləməz. Deməli, buradan belə bir nəticə alırıq ki, bəziləri var ki, onlar şəfaat eləyəcəklər və eləyirlər də. Çünki Allah buyurur ki, izn olsa eləyər. Yəni bu iş mümkün işdir. Amma Allah kimə o səlahiyyəti versə, o eləyər. Çünki əgər bu ümumiyyətlə bu iş qeyri-mümkün iş olsaydı, Allah o istisnanı heç vaxt qoymazdı. Necə ki, məsələn, bəzi ayələrdə mütləq şəkildə şəfaati inkar edən, mütləq şəfaati qadağan edən ayələrimiz var. Hələ Ayət-el Kürsüdən bir ayə əvvəl orada buyurur ki, bəs o gün heç kəsini əvəz verə bilməz, şəfaat edə bilməz. Yəni, hər kəs öz işi ilə məşğul olacaq, hər kəsin əməli özünə yetişəcək. Bu ümumi mütləq mənadadır. Ümumi mənzərə budur. Amma burada bunun içərisində də Allah Təbarək və Təala bir lütf qoyub. Buyurur ki, burada da bir istisna, burada da bir işıq izi qoyub ki, elə ondan sonraki ayədə buyurur ki, şəfaat bəli mənim haqqımdır, şəfaat heç kəs eləyə bilməz. Heç kəs də mənim yanımda o şəfaati eləyə bilməz. Amma bəziləri var ki, mən onlara icazə verəcəyəm ki, onlar şəfaat eləsinlər. Burada bir izni qeydi ki var, illa bir izni. Allahın izni olmadan olmaz. Bu bir izni həm şəfaət edənə qayıdır, həm şəfaət olunana qayıdır. Yəni Allahın izni olmasa, kimsə Allahın yanında şəfaətçi ola bilməz. Və Allahın izni olmayan şəxsə şəfaət eləmək olmaz. Necə ki, namazı tərk edənlər barəsində və Allahın dinini məsxərəyə qoyanlar, qiyaməti inkar edənlər barəsində Müddəssir surəsində Allah Teala onların cəzası olaraq buyurur ki, فَمَا تَنْفَعُهُمْ شَفَاعَةُ الشَّافِعِينَ Şəfaət edənlərin şəfaəti onlara mənfəət verməyəcək. Yəni, şəfaət edənlər var, şəfaət var. Bunlar o kateqoriyaya daxil olmadılar. Yəni, o da Allahın izni ilədir. İndi nədir şəfaət? Şəfə sözü ərəb dilində dodağa deyilir. Yəni, daha doğrusu, ərəblər iki dodağın birləşməsinə şəfə deyirlər. Bəli, cütləşməsi, dodaqların cütləşməsi, üst dodaqla alt dodağın cütləşməsinə şəfə deyirlər. Bəs onun şəfaətə gəlib çıxmasının səbəbi nədir? Mənası budur ki, necə ki, üst dodaqla alt dodaq insanın dodaq kompleksini təşkil edir və bütöv bir ağız əmələ gətirir, eləcə də şəfaətə ehtiyac duyulan şəxsin imanı ilə şəfaət edənin lütfü, şəfaəti onun imanını kamilləşdirir və o Allah yanında məqbul səviyyəyə qalxır.
Yəni bir nəfər mömin gəlib haqq hesab olunur qiyamətdə, onda qeyd edilir şəfaət qiyamətə aiddir də. Yəni əsas etibarilə indi biz dini mətnlərə baxsaq, qiyamətə qədər şəfaətdən çox da söz açılmır. İndi ola bilər nəsə istisna hallar olsun, amma qanun budur ki, qiyamətdədir. Resulullah sallallahu aleyhi və aleyhi də buyurur ki, mən öz şəfaət səlahiyyətimi, ixtiyarımı, şəfaət imtiyazımı qiyamət günü böyük günah eləyən, ümmətimin böyük günah eləyən fərdlər üçün saxlamışam. Yəni, əsas onun effektliyi şəfaətin qiyamətdə kübrada olacaq. Yəni, o vaxt ki, artıq söhbət çox ciddidir. Artıq söhbət çox ciddidir. Yəni, boşluq, o ayələr ki var, deyir, la bəy'un fihi və la xulləh. Qiyamət günü nə şəfaət var, nə dostluq var, nə alver var, nə dayday var, nə rüşvət var. Bu, bunu bildirir ki, söhbət çox ciddidir. Son duraqdır, son mənzildir. Artıq orada başqa şeylər keçmir. Bu dünyada kim deyil ki, kimsə münafiqlik eləsin, kimsə riyakarlıq keçmir orada. O gün haqq günüdür. Mütləq həqiqət günüdür. Mütləq həqiqətdə batilə, yalana, riyaya, boşluğa yer yoxdur. Gün özü haqdır. Yəni, orada nə varsa haqdır. Bizə ki, məsələn, hətta günahkarlar, kafirlər də Allaha arif olacaqlar. Deyəcək, Rəbbənə səmi'na və əbsərna, eşitdik, gördük, bildik, başa düşdük. Kaş ağlımız olaydı, kaş eşidəydik, bu həqiqətləri biləydik. Orada, məsələn, bir bəndə gələcək, gördəcək ki, bu bəndənin imanı var. Yaxşı iman sahibi, yaxşı əqidə sahibidir. Amma əməlləri ilə körlüyüb vəziyyəti. Cəhənnəmə göndəriləsi adam deyil, amma cənnətlik də deyil. Onda şəfaətçiliyin, məsələn, Resulullah sallallahu aleyhi və səlləmin o vasitəçiliyi ilə, o vasitəçiliyi də onun imanının qalan hissəsini Resulullah sallallahu aleyhi və tərəfindən təkmilləşməsidir. Belə deyil ki, elə hər günahkar gəlsin, desin ki, mənə də şəfaətli desinlər, buyur keç. Yox. Bax, dediyimiz ki, məsələn, namaza ögey münasibət bəsləyənlər haqqında Allah buyurur ki, fəma tənfə'hum şəfaətü şafiin. Çətindir vəziyyətləri. Yəni, düzdür ki, biz Quran-ı Kərimin müfəssirlərindən eşidirik, oxuyuruq ki, Allah Teala vəd veribsə, hökmən əməl edəcək. Amma vəid ola bilər əməl olunmasın. Vəd budur ki, birinə deyir ki, mən səni cənnətə atacam, o hökmə olacaq. Çünki onu eləməsə, vədə xilaf çıxsa, Allaha yaraşmaz. Amma birinə desə ki, mən səni yandıracam, yandırmasa, hamı deyər ki, alicənablıq elədi, lütf elədi. Amma biz bilmirik axı bu lütf kimə şamil olacaq. Yer gəlmişdən Quran-ı Kərim bir tərəfdən deyir ki, fəma tənfə'hum şəfaətü şafi'in. Dini məsxərəyə qoyanlar, namazı səhlənkar, namaz qılmayanlar, namaz qılan olmayanlar, qiyaməti inkar edənlər təhlükədədirlər. Niyə? Miskinlərə əl tutmayanlar. Əl tutmayanlar təhlükədədirlər. Niyə? Çünki onlara şəfaətlərin halı şəfaəti şamil olmayacaq. Digər tərəfdən Maun surəsində Allah Teala buyurur ki, "Ellezînehum an salatihim sahun." O adamlar ki, namazlarına səhlənkar yanaşırdılar. Fəveylul lil musallin. Ellezînehum an salatihim sahun. Vay olsun o namaz qılanlara ki, namazlarına səhlənkar yanaşırlar. Üçüncü tərəfdən İmam Sadiq əleyhissalam vəsiyyət elədi dünyadan keçəndə şəhid olanda ki, ay qohumlarım, mən sizə deyirəm, siz də məni sevənlərə, məni tanıyanlara, mənim tərəfdarlarıma, mənim şeylərimə deyin ki, la yanalu şəfaatuna mən istəxəffə bis-səlah. Kim namaza hörmətsizlik eləyirsə, namazı yüngül sayırsa, ona bizim şəfaətimiz çatmayacaq. Yəni, şəfaət var, şəfaətçi də var. Amma kim o kateqoriyaya daxil olacaq ki, lütfə kamil olsun? Bunun üçün əlləşmək lazım, vuruşmaq lazımdır, bəli. Mübarizə aparmaq lazımdır. Çünki hər ikisi Allahın izni ilədir. Belə deyil ki, Allah Taala çox qəddarda əliyazı billah. Peyğəmbər İmam gəlir deyir ki, ay Allah, biraz qəlbin yumuşaq. Belə şey yoxdur. Bunu sistemi özü qoyub Allah Taala. Necə ki, tövbəni Allah Taala özü qoyub. Necə ki, Peyğəmbərin yanına əlib istiğfar eləməyi Allah özü qoyub Quran-ı Kərimdə.
Bir növ Allahın lütfünün təcəllasıdır. Bəli, necə ki hədislərdə var. Nümunələridir bunlar, hə. Bəli, nümunə dediniz, təfsir-i nümunədə var ki, şəfaət bölümündə, şəfaət ayələrinin altında buyurur, qiyamət günü peyğəmbərlər şəfaət verəcək, imamlar şəfaət verəcək, şəhidlər şəfaət verəcək, Qurani Kərim şəfaət verəcək, məscid şəfaət verəcək. Bütün şəfaətçilər bitəndən sonra bir sıra o günahkarlar belə ümidsiz olacaqlar ki, ey dadı bidat, biz qaldıq. Sonra buyurur və axiru mən yəşfə' ərhamur rahimin. Son şəfaətə ərhamur rahimin başlayacaq. O Allah ki, rəhm edənlərin hamısından mərhəmətlidir, o başlayacaq şəfaət verməyə. Özü şəxsən başlayacaq şəfaət verməyə. Bu alimlərdən biri gözəl deyirdi, çox güman ki, Allah qiyamət günü bizi bağışlayacaq. Amma qiyamət günü, qiyamətə qədər biz hansı əzablardan keçəcəyik? Hansı cəzalar bizə veriləcək? Yəni, o cəhənnəm əzabı ki, iradəsi bizim iradəmizdən qat-qat möhkəm olan övliyalar bir saniyə onda yanmağa təhəmmülləri yox idi. Gecə səhərə qədər gecə namazında ağlayıb, hönkürürlər ki, lavi cəhənnəmdə yandırma və qina əzabənlər. Bizi cəhənnəm odundan qoru. Bir saniyə ora düşməyə razı deyirlər. O əzabları keçəndən sonra şəfaət olunma ehtimalı var. Bunu unutmayaq. Bərzəxdə iş çətin. Bərzəx var, bəli. Hətta bəzi insanların işi qalacaq qiyamətdə də, məsələn, günahı çox olsa, cənnətin adı Darüssəlamdır, sağlamların evi. Xəstəni ora niyə salsınlar? Gələk biraz təmizlənsin sonra da, yəni o günahları yuyulsun. Bir alim gözəl deyir, dedi, ya burada ağlaya-ağlaya canımız çıxa-çıxa özümüzü təmizləyəcək, ya orada cəhənnəmdə bizi təmizləyəcəklər. İndi seçim bizdədir. Seyid, burada ən belə şəfaətə əks çıxan bir qrup ki var, biz tanıyırıq onları. Onlar bu ayələrin heç birini deməli, görmək istəmirlər. Sadəcə şəfaəti inkar edən, yəni o ayələr əsas Allahın mütləq qüdrətini əslində ifadə edən o ayələri əsas tuturlar. Amma bu birisi ayələri isə görmək istəmirlər. Orada bir tərəfli bir hökm çıxardırlar ki, yəni ümumiyyətlə qiyamətin günündə şəfaət olmayacaq filan və başlayırlar müəyyən manipulyasiya etməyə insanlar ki, yəni bu şəfaət əslində bizi tənbəlləşdirir. Yəni sən arxayın olursan ki, zaten Peyğəmbər, Əhl-i-Beyt, İmam Hüseyin bizə şəfaət eləyəcək. Nə istirsən elə. Arxayın ol və yaxud Allahın rəhmətinə də arxayın olanlar var. İndi söhbət şəfaətdən gedir. Arxayın ol, nə istirsən elə, zaten bizə şəfaət eləyənlər olacaq. Bu həqiqətən belədir. Xeyr, qətiyyən belə deyil. Baxın, məsələ ayrı cürdür. Əvvəla Allah Taala mərhəmət göstərməyə yaradıb bəşəriyyəti. Cəhənnəmdə yandırmağa yox, Allah baş kəsən deyil. Allah qan tökən deyil. Allah Taala zalimin cəzasını verir. Nəinki məzlumları cəzalandırsın. Bu bir. Yəni, əsl rəhmət. Bəli. Yaranışda əsl rəhmət. İkincisi, əgər kimsə desə ki, şəfaətə inanmaq insanı tənbəlləşdirir, onda biz deyərik ki, gəlin sizə elə ayələr göstərək ki, şəfaət onun yanında kiçik qalır. Qul ya ibadiyəl-ləzīnə əsrəfu alə ənfusihim la təqnətu min rəhmətillah innəllaha yəğfiriz-zunubə cəmi'a. Demənim o bəndələrimə ki, özlərinə haqsızlıq etməkdə, zülm etməkdə israf həddə çatıblar. Denən Allahın rəhmətindən məyuz olmasınlar, çünki Allah hamını bağışlayır. Bütün günahları bağışlayır. Vəssalam, gedək günah eləyək. Allah buyurur ki, hamını bağışlayır. Hamını düşsün əlimizə, gedək. Vəssalam, gedək günah eləyək. Deməli, belə çıxır ki, onlar şəfaət mövzusunu ümumiyyətlə anlamayıblar. Şəfaət, bayaq dediyiniz kimi, o demək deyir ki, insan elə otursun tənbəl kimi, arxayın olsun, geçsin, günah etsin. Dediyimiz kimi, o da Allahın izinə bağlı. Gərək o səviyyəyə çatacan ki, Allah Taala desin ki, Cəllə Cəlaluhu, buyursun ki, bu cəhənnəmlik deyil. Buna biraz dəstək lazımdır. Hacı, ona xüsusi olaraq bu sözün üçün Qurani Kərimdə bir ayə düşdü yadıma.
Ühud müharibəsi ərəfəsində ki, bunlar peyğəmbəri atmışdılar, tək qoyub qaçmışdılar. Yəni məyus halda idilər. Orada Allah təbarəkə və təala ayə nazil edir. Buyurur ki: "Vəstəğfir ləhumullah və şavirhum fil əmr." Ayə belədir. Bu Ali İmran surəsində buyurur ki, sən Allah özü Həzrət Peyğəmbərə buyurur ki, sən şəfaatçı ol mənimlə onlar arasında. Onların günahlarının bağışlanmağını dilə məndən. Və ona görə siz dediniz, yəni Allah tənzimləyir bunu ki, kimə şəfaat elə, kimə şəfaat etmə. Mən o peyğəmbəri döyüşdə tək qoymaq özü böyük günah idi. Ölümə tərk edib döyüşdən qaçmaq günah. Ölümə tərk edib qaçmışdılar Ühud müharibəsində. Peyğəmbərin dişi sındı, ən-nəbiyyu əvla bil mu'mininə min ənfusihim. Həmən indi bu günahı bağışlamağa Allah buyurur ki, ya peyğəmbər, mən sənə deyirəm ki, sən onların günahlarını məndən istə ki, mən onları bağışlayayım. Sonra onların ruhiyyələrini böyütmək üçün və şavirhum fil əmr, yenə də məsləhət, məşvərət elə, onları çağır, danış. Özgüvən ver onlara. Şəfaət əslində budur da, Allah özü təklif edir bunu. Yəni konkursa bənzəyir. Elə bil ki, hamı universitet ali məktəbə daxil olub, məsələn 500 balla. İndi baxıb Təhsil Nazirliyi baxır ki, 100-200 tələbə var, ya məsələn 500-600 tələbə var ki, bunların balı 498-dir məsələn, 500-ə çatmır. Heyifdir, bu qədər əziyyət çəkiblər bunlar. Bunları çatdırmaq lazım yerə. Hacı, Əraf məsələsinə gəl. Əraf surəsində ki, Allah orada əslində həm də şəfaəti bildirmək üçün Ərafın üzərində dayanan insanlar ki, nə o tərəflikdir, nə bu tərəflik. Nə cənnət əhlidir, nə cəhənnəm əhli. Baxırlar cənnət əhlinə, Quran buyurur ki, onlar deyirlər ki, ilahi bizi bunlarla birgə daxil et. Baxırlar cəhənnəm əhlinə, deyir ki, ilahi bizi onlarla göndərmə. Yəni əslində, bayaq dediyiniz kimi, bunların əqidəsi yaxşı olur. Axiruna yurcəvnə ilə əmrillah ayəsi var. Yəni, yaxşılar öz yerində, pislər öz yerində. Bir dəstə də var ki, qalıb Allahın ümidinə. Əraf elə oldu da, Əraf surəsi. Əraf surəsinin Əraf adlandırmasının bir səbəbi də elə Əraf sözünə görədir o həmən ayədə. Yəni, ortada bir yerdir ki, bir qrup insanlar orada qalacaqlar. Nə cənnətlikdirlər, nə cəhənnəmlikdirlər. Amma Ərafda bir qrup kişilər ki, Ərafın üzərində dayanıblar. Onlar tanıyırlar. Onlar tanıyırlar kim kimdir, kimdə hansı gövhər var. Sana bir dənə başqa mövzuya. Bunu tamamlayaq da. Bəli, buyurun. Bu Əraf məsələsini. Axırda Allah övliyalarının, Peyğəmbərin, Əhl-i Beytin şəfaəti həmən Ərafda qalmış insanlara şamil olacaq. Mən o ayəni ilə əmrillah dedim, çox kimi ki, axırına yurcəvnə li əmrillahdır. Onu qeyd edeyim, sonra səhv tutmasınlar. Bir məsələni qeyd edeyim burada. Gözəl bir söz deyirdi alimlərdən biri. Buyururdu ki, əgər bir mövzunu, əgər bir mövzuya İslamın münasibətini öyrənmək istəyiriksə, biz baxmalıyıq Quran-ı Kərimdə o mövzu barəsində nələr var. Bir və ya bir neçə ayə ilə haqqımız yoxdur deyək, İslam bu mövzu barəsində belə deyir. Bu bir mərhələ. Quranın bütün o mövzu ilə əlaqədar bütün ayələrini nəzərdən keçirməliyik. Ki, bilək, Quran-ı Kərim o mövzu ilə əlaqədar nə deyir? Amma yenə ixtiyarımız yoxdur. İddia edək, İslam o mövzu barəsində nə deyir? Çünki bu hələ Quran-ı Kərimdir. Sonra üçüncü mərhələdir. Əlaqədar bütün hədisləri öyrənməliyik o mövzu barəsində. Amma yenə ixtiyarımız yoxdur deyək ki, İslam o mövzu barəsində bu mövqe etdir. Çünki ağıllı, müdrik alim öz fəhmindən əlavə başqa alimlərin də rəyini öyrənir ki, bəlkə məndən daha fərqli başa düşənlər, daha güclü məntiqlər olanlar var. Bütün bu 4 mərhələni cəmləyəndən sonra
deyə bilərik ki, mənim əldə etdiyim məlumatlar onu göstərir ki, İslam dini Quranı ilə, hədisi ilə, alimlərin nəzəri ilə bu mövzu barəsində bunu deyir. Yoxsa mən 2 ayə öyrənən kimi, 2 hədis öyrənən kimi bayraq qaldırım ki, filan şey var, filan şey yoxdur. Bu ən azından savadsızlıqdır. Məntiqsizlikdir. Gözəl, gözəl. İndi Seyid, Mütəhhir ağanın belə bir sözü yadıma düşdü. Allah rəhmət eləsin. Deyir ki, əslində şəfaət nədir? Biz bilirik ki, qiyamətin günündə bütün əməllər canlı forma alacaq. Təcəssüm edəcək demək. Canlanacaq. Deyir, şəfaət əslində sənin dünyada Allah övliyaları ilə əlaqənin təcəssümüdür. Yəni, sən bu dünyada hər hansı bir şəkildə Peyğəmbərlə, Əhl-i Beytlə bir münasibətin olubsa, bir əlaqən olubsa, bir meylin, bir bağlantın, bir məhəbbətin olubsa, həmən bu əlaqə qiyamətin günündə şəfaət formasında canlanacaq. Yəni, sənin dünyadakı münasibətin o dünyada şəfaət formasında təcəlli edəcək və həmən o əməl səbəb olacaq ki, Allah icazə versin ki, məsələn, Peyğəmbər sənə şəfaət etsin. Yoxsa sən bu dünyada uzaqdan, yaxından Peyğəmbərlə heç bir münasibətin olmayıbsa, heç bir əlaqən yoxdursa, heç bir əməlində bu görünmürsə, hətta əksinə, onun dediklərinin əksinə getmək üçün bəhanə axtarırsansa, onda sənin üçün nə şəfaət? Ona görə şəfaət, hətta məsələn, biz nə üçün o ayədə namaz qılanları, namazı tərk edənlər, dini məsxərə edənlər, o miskinləri yezdirməkdən imtina edənlər üçün buyurur ki, şəfaət edənlərin şəfaəti onlara çatmaz. Çünki namaz bir növ həm də Peyğəmbərlə əlaqədir. Əssalamu aleykə əyyuhən nəbi. Salam verirsən Peyğəmbərə. Sənin dünyada bir dənə də salamın yoxdursa Həzrəti Peyğəmbərə, sən necə şəfaət arzu edə bilərsən? Mən burada başqa bir şey əlavə eləmək istəyirdim, icazənizlə. Baxın, Peyğəmbər sallallahu aleyhi və aleyh ilə ünsiyyətin, ona yaxın olmanın yollarından biri də onun məntiqi ilə düşünməkdir. Onun tutduğu yolu o istədiyi kimi başa düşməkdir. Yəni, bəzi insanlar var, görürsən ki, Peyğəmbər sallallahu məntiqinin tam əksi formasında düşünür. Peyğəmbər sallallahu ən bariz nümunələrindən biri xoş əxlaq olmaqdır, təmkindir, mehribanlıqdır. Hətta mənasız bir söz danışanı axıra qədər dinləmək, sonra nəticə çıxarmaqdır. Bu, bunların heç birini eləmir. Ancaq tutub Peyğəmbərin o xasiyyətindən ki, nə vaxtsa Peyğəmbər sallallahu çox zalım, alçaq bir adama cəza verib. Bu, ancaq onu götürüb. Halbuki Quran-ı Kərimdə Peyğəmbərə deyilmir innəkə lə'ala ilmin azim. Sən böyük elm sahibisən. Deyilmir innəkə lə'ala qudrətin azimə. Sən böyük qudrət sahibisən. Deyilmir innəkə lə'ala ibadət. Deyilir innəkə lə'ala xuluqin azim. Sənin xasiyyətin çox mükəmməldir. O, yadıma bir şey düşdü. Allamə Hilli olub, səhv eləməsəm, rəhmətullahi aleyh. Bir gün dərs verilmiş məsciddə. Tədris verilmiş. Bir nəfər psixi xəstə daxil olur, psixi problemi olan, kobud desək dəlidə, daxil olur məscidə. Allamə dərsi yarıda saxlayır, buyurur ki, tələbələrindən birinə xahiş edir ki, onu çıxardır məsciddən. Olmaz da dəlini məscidə buraxmaq düzgün deyil. Qovmaq, söymək, döymək yox ha, yəni ehmallıca çıxarırsan. Çünki dəli özünü idarə elə bilmir də, məscid məsələn murdar deyə bilər, başqa şeylər ola bilər və s. belə. Dərsini bitirir, axşam gəlir evə, yuxuda Peyğəmbəri görür ki, Peyğəmbər ona deyir ki, sən niyə o dəlini məsciddən çıxartdın, onun xətrinə dəydin, olmaz belə. Ayılır yuxudan, təəccüblənir, hədis belə deyir, yuxuda belə. Gəlir məsciddə sabahı gün, yenə dərsə başlayır, dərsin ortasında yenə dəli girir içəri. Yenə Allamə deyir ki, xahiş edilən bir nəfər onu çıxarsın. Yenə çıxardılar. Yenə gecə gəlir, yenə yuxuda görür ki, Peyğəmbər deyir, axı mən sənə dedim onu çıxartma. Allamə yuxuda deyir ki, ya Rəsulallah, bir yandan mənə deyirsiniz ki,
çıxartma. O bir yandan hədisiniz var ki, dəlini məsələ buraxmayın. Mən yuxuya görə hədisdən keçmərəm, sizin kəlamınızdan keçmərəm. Deyir, yuxuda Peyğəmbər mənim alnımdan öpdü, buyurdu, sən elə ona görə əllaməsən. Sən məntiqi yuxu ilə filanla pozmazsan. Burada nə qədər böyük dərslər var. Mənim təəssübüm deyir ki, filan şey filan cürdür. Yəqin Peyğəmbər belə deyib. Yəqin Peyğəmbər belə deyib nədir? Dəlil, argument, qul hətu burhanəkum in kuntum sadiqin. Burhanınızı gətirin. Burhan, dəlil, argument, o vaxt argumentdir ki, Samir müəllim, ikinci variant olmasın, ehtimal olmasın, alternativ olmasın. Yoxsa məsələn, bir mövzu haqqında 10 dənə hədis var. 5-i belə deyir, 5-i belə deyir. Mən xoşum gələn 5 dənə götürürüm. Bu argument deyil. Bu təəssübkeş deyil. Bəli, çox gözəl. Həm də biz vaxtımız bitib, vaxtımız bitib. Həm də bizi tənqid edirlər ki, deyir, sizin məzhəb yuxu məzhəbidir filandır. Siz yuxuda çox şeylər görürsünüz, danışırsınız. Amma bizim fiqhi əsaslarımız, şəriətin o usul-i fiqhdəki o əsasları yuxu qətiyyən hüccət deyil. Siz gözəl o real bir nümunə gətirdiniz ki, Əllamə Hillidən. Bəli, yuxuda görür bunu, hətta Peyğəmbərin özünü görür, amma dəlil başqa şey deyil. Yuxu təşviq eləyə bilər insan nəyəsə. Amma ki, yuxuda görür ki, minada qurban kəsir, gedir, mənə həcc boynuma gəlir. Belə həcc boynuna gəlmir. Qaydası var, qanunu var. Çox gözəl, çox gözəl Seyid. Amma təsbihlər olsun. Allah razı olsun. Vaxtımız bitdi. Allah razı olsun Seyid. Çox vacib bir mövzu idi. İnşallah ki, bizim qəlbimizdə, həm qəlbimizdə, həm elmimizdə, həm dünya görüşümüzdə təsir olacaq inşallah. Sağ olasın. Əssalamu aleykum və rəhmətullah. Allah'a emanet.